Kim bilir bu səhnədə kimlər çıxış edib, kimlər hansı tamaşalar göstərib. Təxminən 5 il əvvəl təmirinə başlanılan, hələ də təmiri bitməyən Hövsan Mədəniyyət Sarayı, bəli, Mədəniyyət Sarayı hazırda çox pis vəziyyətdədir və bununla bağlı sosial şəbəkələrdə bu günlərdə Hövsan sakini olan bir qrup gənc də müraciət ünvanlayıblar. Bu video müraciətimiz Hövsan qəsəbəsi sakinlərinə və qəsəbənin gənclərinə ünvanlanır. Biz Hövsan gəncləri olaraq Hövsan Mədəniyyət Evinin yararsız qalmasını konstitusiyon hüquqlar çərçivəsində açıq məktubla bildiririk. Biz sadəcə 2 gün ərzində 30-dan çox Hövsan qəsəbəsi sakininin imzasını toplamışıq. Bunu təmir elədilər, bir ara təmir elədilər. Prosta indi bunlar şüşələri, pəncərələri kim sındırdı da bilmirik. Təmir bitənə oxşamır. Təmir qaldı yarımçıq. Pəncərənin şüşələri təmirdən sonra qırıldı yoxsa? Təmirdən sonra qırılıb. Yəqin onu indi balaca uşaqlar yadlar vurublar, sındırıblar. İndi amma təmir işləri getmir. İndi hal-hazırda təmir işi getmir. Təmir olunur deyir illərdir. Ya bu neçə vaxtdır belə vəziyyətdə görürsüz? Mən 3 ildir buradayam. 3 ildir elə bu belə. Üstə gedirdi. Sonradan şüşələrini də sındırdılar. Təmir işləri bitəndən sonra və ya təmir işləri bitdimi? Bitdi sonra, ha. Bitmişdi təmir deyəndə, belə şkasır vurulmuşdu, pəncərələr də var idi. Sonradan bu sındırdılar. 21-ci ildə başlamışıq ora, müraciət eləmişdik Mədəniyyət Nazirliyinə. Yağış suları dadı binanı dağıdırdı. Orada eyni zamanda da həm də mədəniyyətin işçiləri otururdu orada. Həm orada dərs keçirdi, həm musiqi məktəbi falan vardı orada. Onunla bağlı müraciət eləmişlər. Rəhbəri göstəriş verdi, bəs gedin köməklik göstərin. Biz oranın dam örtüyü vurduq orada. Layihə siyasət əsasında sadəcə müqaviləmiz yox idi. Müqavilə olmadığına görə bax belə bir şeylə qarşılaşmışıq. Eyni zamanda biz orada 15-20 şirkətin borcumuz var. Bir 60-a yaxın fəhlə işləyib orada. Onların əməkçisi ödənilməyib bu günə qədər. 50% faşlı, 50-dən çox iş görmüşəm də orada. Plastik pəncərəsidir, içərisində elektrik işləridir, santexnik işləridir, şkator o yüzdə bu yüzdə vurulub, sonra orada bərkitmə işləri var. Xərc çəkmişəm. 1 milyon 600 min. Bəs o 1 milyon 600 mindən sizə verilən pul varmı, müəyyən məbləğ yoxsa? Xeyr. İşçilərlə çox böyük problem yaşayıram, şirkətlərlə böyük problem yaşayıram. Yəni mənə etibar edib mal verirlər də artıq 4-5 ilə yaxın. Pəncərələr hamısı qırıqdır, şüşələr yoxdur. Bax o pəncərələr hamısı tərəfə qoyulub. Hamısı özdə görürsüz mebelli pəncərələr. Sonra onun qabağında izosistem pəncərələrdir. O izosistem bu günləri çox qiymətli bir şeydir. Yəni o ucuz hər bir yerdə qoyulası bir şeylər deyil. Bu sizdən sonra olur da yəqin. Bizdən sonra vətəndaş orada olan nə bilim orada bilirsiniz yığışırlar da o iskizat istifadə olunur, nə bilim falan olunur. Məsələ ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirildi ki, Bakı şəhəri və regionlarda əsaslı təmir və yenidən qurmaya ehtiyac olan mədəniyyət müəssisələrinin müvafiq investisiya proqramlarına daxil edilməsi imkanları nəzərdən keçirilir. Bu istiqamətdə monitorinqlər və texniki qiymətləndirmələr aparılır. Hövsan qəsəbə mədəniyyət evi ilə bağlı məsələyə də aidiyyət üzrə baxılır. Maliyyə vəsaiti ayrıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilərək işlərin davam etdirilməsi nəzərdə tutulur.